Salam Röya, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi Azərbaycanda bütün müsəlmanlar üçün müqəddəs bayramlardan biri olan Ramazan bayramının artıq vaxtı bəlli olub. Sabahdan etibarən bayram başlayır və bu bayramda bir sıra zəruri əməllər var ki, onları biz etməliyik, əməl etməliyik həmin addımlara. İlk olaraq bayram namazının artıq vaxtı bəlli olub, müxtəlif ərazilərdə olacaq. Azərbaycanda bütün məscidlərdə demək olar ki, bayram namazı qılınacaq. Hansı məscidlərdə olduğu və vaxtı ilə bağlı detalları indi öyrənəcəyik, amma bir məqamda var ki, eyni zamanda Ramazan bayramı günü fitrə zəkatı vermək də zəruri əməllərdən biridir. Ümumiyyətlə, fitrə zəkatının məbləği nə qədər olmalıdır və necə vermək lazımdır? Bununla bağlı detallı informasiyalar hazırda suallarımıza cavabı qonağım dinşünas Elvüsal Məmmədovdan alacaq. Xoş gördük Elvüsal bəy. Suallara sizdən cavab eşidək, buyurun. Deməli, mart ayının 30-u 31-i Azərbaycan dövlətinin qanunvericiliyi əsasında Ramazan bayramıdır. Sabah saat 8-in yarısından etibarən müxtəlif məscidlərdə bayram namazı qılınacaqdır. Məsələn, Şəhidlər məscidində 8-in yarısında, Heydər, İlahiyyat və Əjdərbəy məscidlərində saat 8-də, Məşəddədaş və Təzəpir məscidlərində isə saat 9-da bayram namazı qılınacaqdır. Bəs fitrə zəkatının məbləği nə qədər olmalıdır və hansı formalarda onu vermək lazımdır? Bəzi insanlar düşünürlər ki, mən məsələn məbləğim var, onu evdə saxlayım, lazım olanda verərəm həmin fitrə zəkatını. Ümumiyyətlə, bu hansı formada tənzimlənir? Fitrə zəkatı Ramazan ayının sonuncu günü iftarımızı açdıqdan sonra növbəti gün bayram namazına qədər olan müddət ərzində verilməlidir. Biz bunu pulla da verə bilərik. Pul təxminən 8-15 manat arası dəyişir. Çünki bazarlarda biz qiymətləri yaxşı bilirik, keçənkindən fərqlidir. Eyni zamanda ərzaq formasında da biz o fitrə zəkatını çıxa bilərik. Yaxşı olar ki, ərzaq kimi gündəlik Azərbaycan insanının istifadə etdiyi ərzaq növləri seçilsin. Təşəkkürlər. Çox sağ olun informasiyaları bizlə paylaşdığınız üçün. Bir daha xatırladım ki, sabah bütün müsəlmanlar üçün müsəlman dünyasının ən müqəddəs bayramlarının olan Ramazan bayramıdır və bu bayramda bayram namazı qılınır. Demək olar ki, ölkə ərazisində yerləşən bütün məscidlərdə və biz artıq bayram namazının vaxtını öyrənmiş olduq. Suallarımıza cavab aldıq. Eyni zamanda fitrə zəkatı da verilməlidir ki, o da ya məbləğ formasında və yaxud da ərzaq alınıb imkanı olmayan şəxslərə verilməlidir ki, həmin şəxslərin evində də bayram günü yemək bişsin, həmin gün daha bərəkətli olması adına bütün şəxslərin evində qazan qaynasın. Bu baxımdan da Ramazan bayramı günü bayram namazı qılmaq və fitrə zəkatı vermək önəmli hesab olunur. Bütün Azərbaycan xalqını, müsəlmanları Ramazan bayramı münasibəti təbrik edirəm. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik Rəqsanə ətraflı məlumatların üçün.